Tanınmış meyxanaçı Rəşad Dağlı dəraltı iltihabına görə əməliyyat keçirir. Bu barədə meyxanaçının qardaşı Ağa Əmirov məlumat verib. Onun sözlərinə görə qardaşının səhhətində problem yarandığı üçün müraciət olunub və müayinədən sonra əməliyyata qərar verilib. Kiçik əməliyyatdan sonra hazırda meyxanaçının vəziyyəti qənaətbəxşdir. Xatırladaq ki, Rəşad Dağlı adam öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov süni nəfəs aparatına qoşulub. Bu barədə Qaynar Infoya teatrın direktor müavini Azad Məmmədov məlumat verib. O, Yadigar Muradovun səhhətinin stabil olduğunu bildirib. Reanimasiyadadır, az-az hərəkət edir, həkimlər çalışır. Əminik ki, aparılan müalicə effekt verəcək. Əsas odur ki, Yadigar müəllimin səhhəti qaydasına düşsün. Qeyd edək ki, Yadigar Muradov bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. 2 dəfə əməliyyat keçirən Yadigar Muradovun səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zamanı onun qanına infeksiya keçdiyini müəyyən edib. Hazırda aktyor Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə alır.